8-ci sual maraqlı sualdır, əziz şahidlər. Yəni burada öz 2-ni qabağa atanda modul x qalır. Yəni bilmirsən x mənfidir, müsbətdir. Burada da modul x plus 5. 2-ni atmadan da işləmək olar qabağa, qarşıya. Onun ki, cüt dərəcə keçəndə modul qalır burada. Yəni onu eləməyək bir dəqiqə. Toplama nəyə gəlir də logda vurmaya, düzdür? Biraz çətinlik o bir suallara nisbətən daha çətindir. Bu 2-ni də atacağıq 6-nın üzərinə. Olur 6-nın kvadratı. Log üstlər hər tərəfdən gedir. X vur x plus 5-i də belə yazırıq. Ümumi hamısının kvadratı. Yəni bildin, hər ikisinin üstündə kvadratdır deyə. 6-nın da kvadratını elə 6 kvadratı kimi də saxlayaq. Nə fərqi? X vur x plus 5 nəyin kvadratı 36 eləyir? 6-nın kvadratı 36 eləyir axı. Müsbət 6-nın. Bir də unutmayın ha, bir də mənfi 6-nın. Yaxşı? Bir sözlə x vur x kvadratı üstəl 5x çıx 6 bərabər 0. Burada da x kvadratı üstəl 5x üstə gəl 6 olur. Viyyət tezliyi bizdən burada əslində tənliyi həll edin yox, kökləri cəmini istəyib əziz şahidlər, kökləri cəmi. Yaxşı, bu sual səhv şərtən yazıblar. Həll eləmək olar tənliyi, yəni amma kökləri cəmi imtahanda düşmüşdüm mənim fikrimcə. 1 plus x2 eləyir mənfi 5 viyyət terminə görə. Burada da eləyir elə x1. x1 yazmayaq, birinci, ikinci köklərimiz var. x3, x4 yazaq da. Onun ki, birinci, x3 üstəl x4 də yenə də bura görə də yenə mənfi 5 eləyir. Mənfi 5 böl 1, o da elə mənfi 5 eləyir də. Bu köklər cəmsi, yəni bu 4 dənə kökün cəmini istəyir. Yəni mənfi 5 üstəl mənfi 5 eləyir mənfi 10. Yaxşı. Cavab 7, yəni köklər cəmi istəyib şərtdə.